Hamıya salam, yine kanalıma xoş gəlmişsiniz. Gördüyünüz kimi heç uzatmadan videomuza keçirik. Yanımda kitablar var, hətta siz aşağını tam görmürsünüz. Bu ay aldığım, daha doğrusu mən indi apreldir və mən indi çəkirəm bu videonu, amma mart ayında aldığım kitablar. Mart ayında biraz çox pul xərcləmişəm, biraz çox kitab alış-veriş eləmişəm. Bilmirəm, yəni çox uğurlu gəldi mənə, çox da xoşbəxtəm buna görə əslində, amma biraz çox pulum çıxdı, yəni nə yalan deyim. Heç uzatmadan başlayırıq. Bu videoda kitabların sadəcə mövzusundan, ümumiyyətlə genel olaraq məlumat verəcəm, həm də kitabları sizə göstərəcəm. Başlayaq. Birinci bu Gökçəndən başlamaq istəyirəm. Gökçən serisinin ilk 3 kitabını almışdım. Hətta onun videosu da var mənim kanalımda. Keçid edib baxa bilərsiniz. Qutu açılımı idi. Və bu da 4-cü kitabıdır. 4-cü kitabı da mən qutulu set olaraq almamışam. Sadəcə belə deyim də, şömizli almışam. İçində posteri də var idi. Sadəcə posterlərimi otağımda divarımdan asmışam. İçində bu şəkildə bir ayraç var. Və normal bildiyimiz Gökçən serisinin digər kitabları kimidir. Bu şəkildə yaşıl rəngdədir bunun teması. Keçirəm ikinci kitabıma. Sırası fərqlidir bu arada, fərqli almışam. Bu kitab mənə hədiyyədir. Səfirlər. Mən əslində çoxdan da klassika oxumuram həqiqətən. Kiçik klassiklərim var, belə klassik əsərlərim var. Sadəcə oxumuram uzun müddətdir. Modern Türk ədəbiyyatından başım çox qarışıb bu aralar. Nəysə, uzun sözün qısası, bu kitabı da həqiqətən çox istəyirdim mən. Bunu da nənəm alıb, buradan nənəmə təşəkkür edirəm. 20 manat almışam bunu, Bakıdan almışam. Gökçəni Trendyoldan almışdım bu arada. Bu şəkildə Alina'dan almışam, oxumamışam hələ. Gökçəni də hələ oxumamışam bu arada. Görək haçan oxuyacaq. Keçirik buradakı düzdüyüm bu kitablara. Başlayaq bu kitabdan. Bunu mən özəl 14 fevrala aid bu kitabı bu şəkildə satırdılar. Mən də o vaxtdan ekləmişdim belə səbətimə. Gördüm ki, hələ də satılır bu şəkildə. Bu şəkildə almaq istədim. Sizə bunu göstərim. Burada belə açım. Belə qabı belədir. Aça bilmədim bir dəqiqə. Kitabın özü belədir. Quantum öpücü. Heç bir məlumatım yoxdur haqqında. Heç nə bilmirəm. Sadəcə görünüşü çox xoşuma gəldi deyə aldım. Bu şömizidir. İçini göstərim sizə. İçi bu şəkildədir. Və iç qapağı da belədir. İçində bolca şəkillər var. Baxın, göstərim sizə. Belə bunların arxası da var. Bu şəkildədir. Stikerlər var və belə bir ayraç var bunun da. Bu da çox qəşəngdir. Bunu çox ucuza almışdım. 9 manata falan idi, amma o an indirim var idi. Səhv etmirəmsə 6 manata yoxsa 5 manat neçəyə almışdım. Kargoda pulsuzdur, çünki bu ilə əlavə başqa şeylər də almışdım. Nəsə də belə. Çox qəşəng ucuza aldığım üçün ayrıca bir mutluyam. Bunu da hələ oxumamışam. Sonra bu ay aldığım kitablar içərisində, yəni mart ayından söhbət gedir. Bu ay deyəndə elə nəzərdə tutun. Siz aldığım kitablar içində ən çox sevdiyim, sevərək aldığım və çox gözlədiyim gəlməsini kitablardan biri bu kitab idi. Gelin. Mövzusu nədir? Qısaca ondan danışım, araşdırmışam. Çox kiçik yaşlarında bir qız zorla evləndirilir və həyat yoldaşı gözlənilən əksinə çox yaxşı biri olur, ona çox dəstək olur, həmişə yanında olur. Sadəcə qız 18 yaşına çatan kimi yoldaşı vəfat edir və bu qanunlara görə, həmin necə deyim, kəndin qanunlarına görə bu xanımı öz qaynı ilə evləndirirlər və ondan sonra bu xanımın həyatı tamamilə dəyişir. Biraz uzaq şəhərə bənzər, çox az. Düz orada Alyan falan nəsə uşaq yaşda evlənmir falan, nəsə də qaynı ilə evlənməsi falan, nəsə belə bir şeylər. İçini göstərəcəm sizə. Bu qutulu almışam. Çox qəşəngdir. Çox qəşəngdir. Bu yayın evi ümumiyyətlə çox xoşuma gəldi mənim. Bunun içində sizə bunu göstərmək istəyirəm. Yazarın bir dənə belə məktubu kimi bir şey var. Çox qəşəng sözlər var. Çox sevmişdim bunu oxuyanda. Insta story'imdə də paylaşmışdım. Girib hətta məni də izləyə bilərsiniz. Instamı buralara bir yerlərə qoyacağam. Bu şəkildə göstərim sizə. Bu şömizidir. İçi belə laləlidir. Bu üz qapağıdır və içində belə bir ayraç var. Gördüyünüz kimi bu kitabları alıb yığmışam, amma indi biraz da görəcəksiniz ki, çoxunu hələ oxumamışam.
Sonra Hizmetçi serisi. Bunu da kutulu set olarak almışdım üçünü ve ilk iki kitabı oxumuşam. Hazırda üçüncü kitabın yarısındayım. Oxuyub bitirəcəm. Sizə oxuduğum üçün fikirlərimi bölüşüm ilk iki kitabla bağlı. Ümumiyyətlə kitab həqiqətən ilk kitab çox maraqlı idi. İkinci kitabı hamı deyir ki, gözlənti daha aşağı düşdü, nə bilim biz belə gözləyirdik, amma aşağı oldu gözləntidən falan. Mənə görə mən kitabı çox bəyənirəm, çox maraqlı, çox məntiqli yazılıb və qadın karakterimiz var burada bizim. Bir dənə qadın obrazımız Mili. Milini çox sevirəm. Bilmirəm niyə görə. O yəni qəribə bir qadındır və mən o qəribəliyi ilə birlikdə onu sevirəm. Keçək növbəti iki kitabımıza keçək daha doğrusu Kazazədə. Mən Dökçən əslinə deyirlər tam əsgər qurğusu deyil. Amma Kazazədə deyirlər ki, tam olaraq əsgər qurğusudur. Bildiyim qədərilə tam məlumatım yoxdur, amma hamı tərifləyir bu kitabı və deyə bilərəm ki, mən də əslində öz tanışlarımın falan eşitmişəm bunları təriflədiyini falan, ona görə almışam. Güvənirəm zövqlərinə. Və TikTokda da çox qabağıma çıxırdı sözün açığı. Qadın bir əsgər xanımla, yəni əsgər bir xanımla əsgər normal bir oğlanın nəsə sevgisindən danışır, həm də əsgərlərin bu normal əsgərlik həyatının nə qədər əsgərlidir nəsə də. Bunlardan bəhs eləyir. Bunları da kutulu almışdım. İçində bayağı bir şey var idi. Posterləri də var idi. Posterləri otağımdan asmışam. Bu şəkildə bir ayracı var. Qalan digər şeylər qutuların içində də, qutular da otağımdadır falan. Amma belə nə bilim foto şəkillər, sonra başqa cür ayracılar falan var yəni. Belə göstərim sizə. Bunlar da içləri bunu göstərmək yadımdan çıxdı. Bu şəkildə də kibrit şəkli var bunda. Bunda da belə kibritlər səliqə ilə düzülüb. Bildiyim qədərilə bu serinin sonu deyil, hələ 2 kitab da olacaq deyə bilirəm. Səhv də bilmiş ola bilərəm. Bunu keçdik. Sonra Qutlu olsun. Bu kitabı mən TikTokda görmüşdüm. Mövzusunu çox bəyənmişdim. Mövzusu nədir? Bir qız və bir oğlan hər ikisi uşaq evində böyüyürlər. Onlar uşaq evindən bir-birini çox istəyirlər. Zaman keçdikcə bu istək sevgiyə dönüşür, amma sonra səhv eləmirəmsə hansısa bir evladlıq verilir və onlar bir-birini itirirlər. İllər keçir, böyüyürlər və sonra həyat onları yenidən qarşılaşdırır. Bundan bəhs eləyir. Bu almışam bunları da. Yəni belə, burada şəkilləri var belə. Burada ayraç var. İç qapağı belədir, üst qapağı bu şəkildədir. Uy. Buraya getdi burada bunu, nəsə qoymağa sonra yığaram. Sonra bunu da sizə göstərim. İç qapağı bu şəkildədir, üst qapağı bu şəkildədir. Yəni belə. İndi isə keçirik növbəti bir kitaba. Bu da sırf üz qapağına aşiq oldum, gördüm, aşiq oldum. Sonra da qərar verdim ki, mən bu kitabı almalıyam. Almaq istəyəndə mövzusunu falan araşdırdım ki, görüm mövzusunu falan araşdırdım ki, görüm nə var, nə yox. Gördüm ki, həqiqətən də maraqlıdır. Bəli, Qıyı Günəşi. Bu kitab nədən bəhs eləyir? Bizim baxın, çox gözəldir. Yəni deyir ki, gəl al məni. Çox qəşəngdir. Nədən bəhs edir? Deməli, bu kitabda bir xanım var və bu xanım həyat yoldaşını xilas eləməkdən ötürü bir gəmiyə kişi kimi libasını dəyişir, özünü kişi kimi aparır uzun bir müddət və o gəminin içinə sızır, həyat yoldaşını xilas eləmək məqsədi ilə dediyim kimi. Bunun içində də belə bir ayracı var, arxada bir şəkil var, belə də bir üzü var. Yəni, çox gözəllər. Bunu səbirsizliklə gözləyirəm ki, görüm nə baş verəcək orada. Sonra Kazazədənin yazarından səhv eləmirəmsə, bəli, Kazazədənin yazarının ikinci kitabıdır bu. Kalp sana çocuk. Burada nədən bəhs olunur bəs? Bunu da kutulu almışam. Bunun içində dəftəri də var idi. Hətta çox ciziş bir dəftəri var. Bu vaxta qədər aldığım kutulu setlərin dəftərlərinin içində deyə bilərəm ki, hətta ən sevdiyimi budur. Deməli, burada nədən bəhs eləyir daha, neydi bu? Ataları dost olan 2 nəfər uşaq olur, biri qız, biri oğlan. Zaman keçdikcə ataları, belə deyək də, bilməm necə olur, əlaqələr kəsilir, bu uşaqların da əlaqələri kəsilir və xanım aktrisa olur. Oğlan nə olduğunu bilmirəm. Bir kafedə iş görüşməsi zamanı xanım bu oğlanı yenidən tapır və onların hekayəsi buradan sonra başlayır. Belə deyək, kalp sana çocuk. İçi bu şəkildədir. Bunun burada belə çox şirin bir ayraç kimi bir şey var, fotosu var. Belə də bir minnoş bir yumru. You didn't have to cut me off. I can never know we were nothing. I don't even need your love. You treat me like a stranger and I feel so up. Ürək formalı bir ayracı var. Bəli. Burada mən bunları ayracı deyirəm. Amma bunun Azərbaycan dilindəki adı əlfəcindir. Amma o sözü hər dəfə demək bilmirəm, yəni əlfəcin.
Nəsə qəribə sözdür, xoşum gəlmir o söz. Bu arada bu mənim kanalımdır, yəni istədiyim sözü işlədirəm. O kadar da şeyəm yəni. Və son kitabımıza gəlirik. Son kitabımız İzlər Qalır. Bu kitabı aldım, sonra ikincisi çıxdı. Mənim şans. Bu kitabın üz qapağındakı bu detay mənim çox hoşuma gəlir. Baxın, oğlan üzünü çevirib bu yana. O tərəfdə də yanında da qız oturub. Qızın ora yansıması düşür. Oğlan üzünü çevirəndə qızı görür. Yəni o yansımadan, oradan qıza baxır, belə deyək. Belə izah eləyək. Bu detay burada çox önəmliymiş deyilənə görə. Burada belə buzdan bir qəlb var. Acaba kimi simvolizə edir? Belə, bu arada oğlanı belə bilmirəmsə göstərir o falan. Mövzusu yəni məktəbdən bəhs eləyir. Məktəbdə oxuyurlar. Oğlan biraz depressiv bir tipdir, səhv eləmirəmsə. Nəsə bir də spoiler yemişəm, səhv eləmirəmsə sonu yaxşı bitmir belə. Amma bunun sonu necə ola bilər? Yəni bu kitabın maksimum sonu yaxşı bitmə bilər, çünki ikincisi hələ təzə çıxıb yəni. Bəli, bu şəkildə idi. Və videomuz bu qədər. Kitablarımla mən koskoca bir ailəyiz və çox mutluyuz. Bəli, bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Biraz tez bazar çəkmək istədim bu videonu, çünki uzatmanın bir yeri yox idi, danışası başqa heç nə yoxdur. Əgər yenə deyirəm, çəkməmi istədiyiniz danışa bilmədim. Çəkməmi istədiyiniz bir bu kitablarla bağlı nəsə varsa və yaxud bu kitablarla bağlı sualınız varsa, rəy bölməsinə yaza bilərsiniz. Sevə-sevə cavablayaram. İzlədiyiniz üçün təşəkkür edirəm. Videoya like atıb kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşərik. Bye bye.